Bugünkü vaazımın adı belədir, etiraf. Və bu vaazı hazırlayanda yadıma düşdü ki, biz yoldaşım Tahirə ilə bir yerdə söhbət eləyirdik və söhbət əsasında birdən başladıq düşünməyə ki, bizim ətrafımızda çoxlu dostlarımız var, ailələr var ki, biz onlarla görüşürük, İsa Məsih haqqında danışırıq, söhbət eləyirik. Amma bilirsiniz bu ailələrin içində biz nə gördük? Və hansı ailəyə yaxınlaşdıq, hansı ailədə olduq, baxdıq ki, o ailədə bir fiziki qüsurlu və yaxud da ki, ruhani bir xəstəliyi olan insan var idi. Və biz başladıq düşünməyə ki, necə olur axı ətrafımızda bu qədər insanlar olur, amma bunların problemləri var. Bu necə ola bilər? Və mən bunu düşünəndə ürəyimdə Rəbbə sual verdim ki, İsa Məsih nəyə görə biz hansı evə gedirik, kimin qapısını açırıq, kimlə yoldaşlıq eləyib, dostluq eləyirik, mütləq onun evində, ya ailəsində, ya özü, bacısı, qardaşı kimsə xəstədir. Və İsa Məsih elə o an mənə bu ayəni dedi. Dedi, sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salihləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm. Amin. Bilirsiniz, bu ayədə İsa Məsih deyir ki, necə ki xəstənin həkimə ehtiyacı var, eləcə də biz günahkarların İsa Məsihə ehtiyacı var. Mənim qızım xəstələnmişdi, biz ona evdə müalicə elədik, gördük ki sağalmır. Axırı həkiminə zəng vurduq, həkim yanına apardıq, müayinə elədi, müalicə yazdı və o sağaldı. Amma mən həkimə gedib desəm ki, ay həkim, mən paxılam, mən qurtluyam, mən zinakaram, mən oğruyam, mənə bir dərman yaz ki sağalım. Həkim dərman tapmayacaq. Çünki bu şeylər ruhani xəstəlikdir. Bunların dərmanı yalnız İsa Məsihdədir. Bilirsiniz, fiziki xəstələr var. Xəstəlikdən danışanda insanın ağlına ilk öncə fiziki xəstələr gəlir. Qüsurlu olan insanlar və yaxud da ki, ürəyində ağrı olan insan, paraliz vuran, nə bilim, şəkər xəstəliyi olan, təzyiq xəstəliyi olan insanlar var. Bəli, onların müalicəsi var. Kimsə görürsən şəkəri qalxır, bizim Bakıyamızda 500 şəkər var idi. Birdən qalxırdı, o insulin vurub yendirirdi aşağı. Dərmanları var, müalicəsi var. Amma bu cürə ruhani xəstəliklərin dərmanı yoxdur. Və həyatımıza baxanda görürük ki, bir çox xəstəliklər var ki, ruhani xəstəliklər. Onlar görsənmir, amma onlar fiziki xəstəlikdən daha betərdilər. Hətta deyərdim ki, 10 qat artıqdılar. Və gəlin baxaq Qalatiyalılar 5-ci fəsil 19-cu ayədə müqəddəs kitab bizə ruhani xəstəlikləri sadalayır. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehirbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq təfriqələr, paxıllıq və sərxoşluq. Çox pis xəstəliklərdə. Bunlar insanın daxilində yaşayır. Olur ki, görürsən hansısa bir fiziki insanın, görürsən ki, bir ya 2 ya 3 xəstəliyi olar. Məsəl üçün, kiminsə paraliz vurubsa, insult vurubsa, onun ya şəkər xəstəliyi də olur, ya təzyiq xəstəliyi olur. Amma gəlin baxaq görək, biz insanlar öz daxilimizdə nə qədər xəstəliklər yaşadırıq. Allah bu xəstəlikləri sayır burada hamısını. Eləcə də bizim müqəddəs yazılarda yazılıb ki, bütün bu xəstəliklərin dərmanı İsa Məsihdir. Bir gün İsa Məsih Yerusəlimə gəlir və o baxır ki, bir hovuz var, hovuzun ətrafında çoxlu xəstələr var. Və yazılıb ki, İsa Məsih 38 il xəstə olan bir adam da oradaydı. İsa onun yatdığını görəndə, çoxdan xəstə olduğunu bilərək ondan soruşdu, sağalmaq istəyirsənmi? Xəstə dedi, sağalmaq istəyirəm. İsa ona şəfa verdi və belə dedi, dur döşəyini götür və get. Bilirsiniz, bunu görən insanlar, fariseylər, din aləmi çox
alimləri çox qəzəbləndirər ki, sən nəyə görə bu günləri döşəyini daşıyırsan? Çünki bu gün heç bir iş görmək olmaz. Sənə kim şəfa verdi? Bunu sənə kim dedi? Və o insan deyir ki, mən tanımıram kimdir. Mənə bir nəfər şəfa verdi və dedi, dur get. Bilirsiniz, biraz keçəndən sonra İsa Məsih həmən insanı məbəddə tapır və bu sözləri deyir. Bax, sən sağaldın, amma bir də günah etmə ki, başına daha pis iş gəlməsin. İsa Məsih o adamı tapır, çünki İsa onu görürdü. Görürdü ki, o insan satqınlıq eləmək istəyir. Yenidən günahına qayıtmaq istəyir. Amma İsa o insanı tapır, ona xəbərdarlıq eləyir ki, dayan, bu günahı işlətmə. Bu günaha getmə, bax mən səni sağaltmışam, amma yenidən o günaha qayıtma. Bilirsiniz, biz hamımızın həyatında heç kim deyə bilməz ki, olmayıb. Hamımızın həyatında çətin vaxtları olub, ağır vaxtları olub hamımızın. Kasıb vaxtlarımız olub, pulsuz vaxtlarımız olub, evsiz və maşınsız vaxtlarımız olub. Mənim də həyatımda olub. Hətta mamamla mən arada telefonla danışanda, belə görüşüb danışanda yadımıza salırıq o günləri. Hətta mamam qayıdıb deyir ki, Allah bir də bizə o günləri göstərməsin. Çünki atam dünyasını dəyişdi, üstündən keçdi, qaçqınçılıq oldu, hər şeyimizi qoyduq, yəni pis vəziyyət yaşadıq. O günlər yadımıza düşəndə deyirik ki, o günlərə bir də qayıtmayaq. Bəs yaxşı, nətər olur ki, Allah bizi o vəziyyətdən çıxardır, o günahlardan təmizləyir. Bəs necə olur ki, yenidən biz həmən günahlara qayıdırıq? Kəlam deyir ki, it öz qusuntusuna qayıtdığı kimi, bəzən də insanlar yenidən o günaha qayıdırlar. Amma mən düşündüm ki, görəsən nəyə görə? Bilirsiniz nəyə görə? İnsan köhnə həyatına, o acı gününə qayıtmaq istəmir, amma günaha qayıdır. Çünki günah şirindir. Amma aqibəti isə biz sonradan görürük ki, necə acı olur. Və İsa Məsih bu hadisədən sonra bir gün Samariyadan keçəndə və gəlir bir quyunun yanında dayanır. Ora bir qadın yaxınlaşır ki, quyudan su götürsün. Və İsa Məsih başlayır bu qadınla söhbət eləməyə. Bilirsiniz qadına nə deyir? Deyir, get, ərini çağır, bura gəlsin. Qadın ona dedi, ərim yoxdur. İsa ona deyir, ərim yoxdur deməklə düz söylədin. Çünki 5 kişin olub, indi səninlə yaşayan da ərin deyil. Sən bunu düz söylədin. Bilirsiniz, mən burada ər sözünə baxdım ki, ər sözünün mənası nədir? Yazılıb düzgün ailə başçısı, həyat yoldaşı, mərd insan, igid insan, cəsur insan. Bax, bu əsl ərdir. Amma bu qadının həyatında belə bir insan yox idi. Onun hətta yaşadığı indiki o insan da ona belə bir ada layiq deyildi. Və qadın ona qayıdıb İsa Məsihə deyir ki, bilirəm ki, Məsih deyilən məhz olunmuş şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək. İsa ona dedi, səninlə danışan odur, o mənəm. Bilirsiniz, qadının həyatında böyük bir günah var idi. Qadın zinada yaşayırdı. Amma qadın ürəyində Məsihi müqəddəs tutmuşdu. O bilirdi ki, bir gün xilaskar gələcək yer üzərinə. Bir gün onu bu bəladan, bu xəstəlikdən, günahdan azad eləyən bir şəxs gələcək. Bax, bu gün həmən o gündür. Bəlkə də kimsə həyatında düşünür ki, məni görəsən bu xəstəlik, bu günah nə vaxt tərk eləyəcək? Bax, bu gün İsa Məsihə sən iman etsən, İsa səni azad eləyəcək. Bilirsiniz, o qadın İsa Məsih ilə danışandan sonra bilirsiniz neynədir? O qadın yazılıb ki, günorta vaxtı gəldi quyudan su çəkməyə. Bilirsiniz nəyə görə? Çünki öz günahına görə xalq arasına çıxa bilmirdi. Öz günahına görə cəmaat arasında ola bilmirdi ki, hamı onu tənqid eləyirdi. Hamı onu alçaldırdı günahına görə. Amma qadın İsa Məsih ilə danışandan sonra yazılıb ki, səhəngini atdı, şəhərə qaçdı və cəmaata başladı müjdə verməyə ki, gəlin mənim həyatım haqqında mənə dediyi doğru sözlərə deyən şəxsə baxın. Bəlkə elə Məsih odur. Bilirsiniz, və insanlar gəldilər həqiqətən də ora. Və eləcə də, əziz bacılarım, qardaşlarım,
Bu günləri Rəbb bizdən istəyir ki, biz etiraf eləyək. O qadın İsa Məsihə yalan danışmadı. O günahını etiraf elədi. Gəlin bu gün biz də günahımızı gizlətməyək. Allah bizim hər birimizin ürəyini görür. Bilirsiniz Davud nə deyir? 32-ci Zəburda. Deyir ki, mən etiraf eləməyəndə bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü. Əlin üzərimdə gecə-gündüz ağırlaşdı. Sanki yayın quraqlığı məni taqətdən saldı. Sonra sənə günahımı etiraf etdim. Təqsirimi gizlətmədim. Dedim, üsyankarlığımı Rəbbə etiraf edirəm. Təqsirimi, günahımı bağışladın. Amin. Davud Rəbbin huzuruna gəldi. Çünki Davud bir şeyi bilirdi ki, o günahın gizlədə bilməz. Çünki biz bir-birimizin günahını görməyə bilərik. Amma bir şeyi unutmayaq ki, Allah bizi görür. Çünki yazılıb ki, qulaqları yaradan eşitməzmi? Gözləri yaradan görməzmi? Rəbb insanın düşüncələrini görür. Vacib deyil ki, bu günləri biz önə çıxaq, bir-bir günahlarımızı sadalayaq. Amma vacib odur ki, biz hər birimiz etiraf eləyək ki, ay Allah, biz sənin qarşında günahkarıq, bizim sənə ehtiyacımız var. Çünki biz bilirik ki, müqəddəs kitabı oxuyanda görürük ki, İsa Məsih yer üzərinə ona görə gəldi ki, o bizim xəstəliklərimizi öz üzərinə götürsün. Naxoşluqlarımızı çəkdi İsa Məsih və bizim üsyankarlığımıza görə onun bədəni deşildi. Şər əməllərimiz naminə əzildi. Bizim əmin amanlığımız üçün o cəza aldı və onun yaraları ilə biz hamımız şəfa aldıq. Bizə şəfa verən İsa Məsih oldu. Eləcə də əvvəlki ayəmə yenidən qayıdıram ki, Rəbb deyir, mən günahkarları çağırmaq üçün gəlmişəm. Çünki Allahın bir məqsədi var ki, o bizi xilas eləsin. Əziz bacılarım, qardaşlarım, bax bu gün həmən o gündür. Bu gün gözlədiyimiz o qadın necə ki gözləyirdi ki, bir gün Məsih gəlib onu azad edəcək. Bu gün həmən gündür. Allah bu gün qadirdir ki, səni azad eləsin. Rəbb bu gün əllərini sənə tərəf uzadır ki, bu gün onun əlindən tutasan və o köhnə həyatından çıxasan. Allah səni çıxartsın. Məndən sonra qardaşım danışacaq və xahiş edirəm, diqqətli olaq. Qoy ürəyimizi Rəbbin yoluna hazırlayaq ki, Rəbb bizi azad eləsin, bizə şəfa versin və xeyir dua versin. Amin.